Vargasdan yerəcək, Rəvan Həmzadə köməkçilərinə birlikdə son yoxlanışları eləyir. Hər şey hazırdırsa başlaya bilərik. Hər iki komandaya uğurlar arzulayırıq. Oyunu Sinçi Mustafa Kemal şərh edəcək. İlk həmlə Neftçidən ola bilər. Sol cihazda Neftçi hücumu. İmad Fərəc irəliyir, əla keçidlərində. Kimi görəcək, özü daxil oldu rəqibin cərimə meydanına. Qayda pozuntusu yoxdur, deyir Rəvan Həmzadə. Baxırıq həmin epizoda. İmad Fərəc burada əla reyd elədi. Oy, o nə keçidi deyir İmad Fərəcdən. Bax, burada suallar yarana bilər. Olavalya Onanuqa ilə toqquşma zamanı. İmad Fərəcə qarşı qayda pozuldu mu? Sek Eminin yanına gəldi. Sek topladı. Yenidən Emin Mahmudov. Ondan ötürmə. Qapı qarşısına başla zərbə. Meti oyunu kəsildi. Elvin Bədəlov həmlə davam eləyir. Son nöqtəni Vargas qoymaq istədi. Yenə də hakim etirazlar və dərhal Rəvan Həmzadə oyunu saxlayır. Tələsməməyi bildirir Kasper Rosaya. Bizə baxırıq. Burada Meteonun ötürməyə bənzər zərbəsi ardınca hücumu davam etdirdilər. Vargas və onun da önündə Kəpəz futbolçusu var idi. Söhbət Jefferson Bentu'dan gedir. Yayılan şayələrə inansaq, elə Misir Premyer Liqasında olan Jordan Reza Bala dəqiq oynadı. Emin Mahmudov ondan ötürmə. Qapı önünə. Vensan Abubakar Rauf önünü kəsdi. Həmlə davam eləyir. Vargas'ın zərbəsi dəqiq deyil. Abubakar bloklandı. Üçüncü cəhət top qapının üstünə meydanı tərk eləyir. Müzömrədən oynayırlar. Rəqibə göz açdırmırlar. Erkən qol istəyir Samir Apasovun komandası. Burada Vargas'ın zərbəsindən sonra verdi aşqa. Reza Bala. Jordan Reza Bala bir həmlədə necə gözəl aldatdı rəqibini. İndi Vargas sürətləndi. Freddy Vargas. Vargas topu daşıyır. Vargas indi. Bəs indi. Yox. Oynamaq lazımdır Samir Abbasovun. Bu dəqiqə fürsət olsa meydana daxil olar. Hətta daxil olub da. Bu epizodda isə qaydanın pozulduğunu iddia eləyirdi Neftçi tərəfi. Yaxın planda bu epizodda gördük. Və indi Rauf Hüseyinli yerdədir. Baş hakim onun yanına doğru yaxınlaşır. Və getdi Rəvan Həmzadə var monitoruna. Bəli, özü baxacaq epizodlara. Bu epizoda hələ ki baxılır. Vargas və Şakir Seyidov mübarizəsi. Kəpəz tərəfindən də çox ciddi şəkildə etiraz var. Şakir Seyidov bu dəqiqə hamını inandırmağa çalışır ki, mən orada toxunmamışam, mən orada rəqib futbolçu hər hansı bir müdaxilə etməmişəm. Burada Şakirin ayağa toxunub-toxunmadığı müzakirə mövzusuda hamını uzaqlaşdırır ətrafından Rəvan Həmzadə. Son qərarı verən şəxs odur, onun da qərarı penaltidir. 11 metrlik cərimə zərbəsi. Cərimə zərbəsini Emin yerinə yetirəcək Rosaya qarşı. Emin yaxınlaşır. Emin onun zərbəsi və top qapıdan keçir 1-0. Emin Mahmudov yığdı komanda yoldaşlarının ətrafına. Vurduğu qolu sakit şəkildə bayram eləyir. Neftçi hesabda önünə keçən tərəfdə oyunun 19-cu dəqiqəsində Kəpəzi meydanın mərkəzinə dəvət eləyir. Çox asta şəkildə yaxınlaşdı. Asta və usta şəkildə. Pauzanı verdi və qapısı digər tərəfə, topu isə digər tərəfə göndərdi Emin Mahmudov. Ax, bu Emin Mahmudov klasıdır. Emin Mahmudov fərqidir. Emin Mahmudov ötürmə ondan qapı önünə. Paçu qarşılayır. Həmlə davam edəcək. Meteo Abubakar! Abubakar! 2-0. Vensan Abubakar hesabı 2-0 eləyir. Qol sevincindən daha çox qolu qayda pozuntusu etmədən vurduğunu sübut eləməyə çalışır. Kəpəz futbolçularına burada ofsayd yoxdur. Ardınca isə bax bu epizodda Rauf Hüseyniyə qarşı qaydanın pozulub-pozulmadığı müzakirə mövzusu ola bilər. Baxırıq.
Rauf Hüseynli ilə mübarizədə idi. Rauf Hüseynli də topa ilk olaraq toxunmaq istəyirdi. Abbakar da Rosa yaxşı oynadı. Birə-bir mübarizədə topu çıxartdı qapısından, amma ardınca Abbakar topu Kəpəzin qapısından keçirdi. Yaxında artıq Kəpəz öz ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək. Abbakar başla zərbə. Top qapının üstündə meydanı tərk eləyir. Paçudan. Luis Paçu. Paçu qapını gördü, zərbəsi yumuşaq alanda. Kenan Piriç topladı. Fərid ötürməsi, qapı önünə başla zərbə, gol! Amma bayraq qalxıb, elə ki Kəpəz futbolçuları qolu qeyd edə bilmirlər, lakin var. Simasından ofsaytda olduğunu təsdiqləyən bir jest var idi, bəli. Hər şey göz önündədir. Berdaşq oyundan bu şəkildə aldatdı oyunu, yeni daxil olan Ali Səmədov, Fredi Vargas ötürməz, sol canaha İmad Fərəc, önündə Rauf Hüseynli, Fərəc sağına çəkdi, Fərəc davam edir, toplar hərəkəti İmad Fərəc, top. Amma Kəpəzdən də real təhlükələr çox az izləyirik Neftçinin qapısı önündə. İmad Fərəc, Fərəcdən qapı önünə, Sambu yüksəldi, zərbə indirdi, amma top Rosada qalır. Sala Sambu. O da fərqlənə bilərdi. Abbakar komandaya gəldikdən sonra mövqe mübarizəsi var Neftçidə. Sambu! 3-0! Sala Sambu! 74-cü dəqiqədə fərqlənməyi bacarır. Sambu! 3-0! Sala Sambu! Üçüncü dəfə bu görüşdə Kəpəzi meydanı mərkəzindən dəvət etdi. İtirazlar var idi yerdə qalan Kəpəz futbolçusuna görə. Jefferson Bento'dan söhbət gedir və biz əbəs yerə az öncə Verdaşqanın Bento'nun dəyişilməsini istəməyini də görmədik. Daha doğrusu gördük, çünki əbəs yerə deyildi həmin kadrlar. Bento fikir verdisi artıq burada da çatdıra bilmədi. Ötürmə qapı önünə. Zərbə indirən tapılacaq mı? Rauf Hüseynli başla zərbə, Sadiq Şəfiyev. Hakim mərkəzi göstərir, hesab 3-1 olur. Yoxsa yox. Bəli. Şəfiyev də orada ehtiyat elədi. Burada ilk olaraq Sadiq Şəfiyevin ofsaytda olub olmaması müzakirə mövzusu ola bilər. Ardınca isə Rauf topu əla çatdırdı Sadiqə. İki versi orada Sambu'da hücumun ilk fazasında Sadiqin ofsaytda olduğunu işarə eləyir. Maçın baş hakiminə hələ ki gözləyirik. Səbirsizliyinə veriləcək qərarı. Növbətə və vara müdaxilə edilib. Daha doğrusu oyuna növbətə və vardan müdaxilə olunacaq. Və vardan gələn görüntü ofsayt xətti ilə olan görüntü qol qaydalar çərçivəsindədir. Emil Səfərovun oynadı. Emil Səfərov, Basala Sambu, top qapıdan keçir, amma burada ofsaytdə idi Sambu. Cürdə ola bilər hər şey. Söhbət. Məhz Raufun da etirazları buna görə idi. Qol qeydə alınır. 4-1. Neftçinin üstünlüyü 3 şokla ifadə olunur. Vardan gələn görüntüyə baxıraq və Rəvan Həmzadə də Kəpəzin kapitanına indi. Olan durumu izah eləyir. Basalo Sambu özünün ikinci komandasının 4-cü qolunu burada. Neftçinin üstünlüyü arttı bir qədər də. Kəpəz futbolçularını isə sakitləşdirmək mümkün deyil bu dəqiqələrdə. Sako, Vargas, Fredi Vargas, gol! 5-1! 5-ci topda Kəpəzin qapısından keçir, Fredi Vargas topu daşında heç kim ötürmə eləmədi, özüm bitirəcəm bu işi dedi və sözünü tutdu. 5-1.
Gün əvvəlindəki Neftçiyə bənzəmir. Bu Neftçidə olan irəliləyiş göz önündədir. Yəqin ki, siz də razılaşarsınız. Tamam fərqli üslub. Yeni futbolçuların komandaya uyğunlaşması və etiraf edək ki, Vincent Abbakar kimi ulduzun gəlişi də yerinə düşdü. Və bəlkə də son illərdə, son mövsümlərdə biz bu qədər böyük həyəcanla Neftçi Qarabağ oyunu gözləməmişdik. Amma bu dəfəki oyun daha prinsipial, daha maraqlı olacağına əminik və həmin qarşılaşmada növbəti həftə ilə Sibsi Sportun canlı yayımında olacaq. Igor Ribeiro qarşılayır. Nəbiyev ötürməsi, qapı önünə, başla zərbə, Çalan Piriç yerindədir. Və artırılan 4 dəqiqədə yekunlaşdı. Çalan Piriç. Və bu da Rəvan Həmzadənin final fiti. Neftçi öz meydanında Misir Premyer Liqasının 10-cu turunda Kəpəzi məğlub eləyir. Özdə 5-1 hesabı ilə Neftçidən mövsümdə ilk böyük hesablı qələbə.